Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Masazır qəsəbəsi çox səfalı bir yerdə, Cantəpə deyilən ərazidə 10 sotda inşa edilmiş, demək olar ki 4 mərtəbə belə bir villa tipli həyət evimiz satışdadır. Hörmətli izləyicilərimiz, ilk öncə deyim ki, yerləşmə yeri həqiqətən də qəşəngdir, görürsünüz hamısındakı. Yəni sıradan belə evlər deyil, tam belə deyək də ziyalılar məhəlləsi gedir. Burada torpağın sotu 25-30 min civarında dəyişir. 10 sotdadır. Bu görülən işlər demək olar ki, bu ev torpağın üstünə ətiyyədir. Yəni deyilədiyimiz məbləğ tam demək olar ki, torpaq qiymətinə satılır. Evin də içərisində 70-80% işlər gedib. Daxili təqdimatda da deyəcək, təqribən 6 otaqdır. 4 mərtəbə dedikdə necədir, hörmətli izləyicilərimiz? Baxın, 1 mərtəbə, 2 mərtəbə, 3 mansar. Əslində evin girişi bu hissədəndir, görürsünüz darvaza. Yəni bax, gözəl də bölgüdür. Yəni ev elə hissədə tikilib ki, həyət hamısı qalıb boş. Yəni gördüyünüz kimi arxada da yer var. Hər bir şey düşünülüb. Pilləkanla da yenə qalxmağa evin arasında yer var. Maşallah, gözəl. İndi burada belə bir kombiti nəzərdə tutulub. Pilləkanla evin arxasına keçmək üçün. Fasad da bu formadadır. Evin həm buradan girişi var, həm o biri tərəfdən. Hər iki tərəfdə variant. Yəni baxın, qarac hissəsi hündürlük elə bir etaj hündürlüyündədir. Jalüvi qapı ilə. Qəşəng. Yəni gəlin baxın, birlikdə sayaq. 1, 2, 3 və mansar. Qiymət də super qiymət. 260 min manata təqdim olunur. Reallıqda yerində indirim olunacaq. Dediyim kimi torpaq qiymətinə satılır. Sahibinə pul lazımdır. İşin də 80% görülür. Daxil təqdimatda da zaten görəcəksiniz. Material hamısı da gözünün önündə yüksək səviyyədə. Pilləkanla qalxdıq. Girişdə bu hissədən baxın, maşallah, işıq geniş. Bunun bu yerində də görürsünüz. Yəni xüsusi bir çox səhv etmirəmsə su anbarı kimi, depo kimi istifadə olunur. Ağarma işləri gedib, polun diki vurulub, tavan işlənilib, elektrik, kombi hamısı çəkilib. Birinci girişdən foyədən solda böyük qonaq otağı, sağda da, solda da mətbəx. Mətbəx də genişdir. İstəsəz bu hissədə də qoya bilərsiniz, yəni havalandırma sistemi həm o hissədə də qoyulub. Topu işləri hazır, döşəmə tutarıb. Burada qalan nədir? Döşəməni vurdunuz, divarın kağızını vurdunuz və salam. O biri girişdə buradan da sanitar qoşağı bu hissəyə düşür. Burada da qəşəng şkafçının belə bir yer. Bura uca 3-cü mərtəbə gedir və üstdəki mansardır. Qalxdıq, balkona qapı çıxış. Sağda bir otaq, qarşıda bir otaq. Sanitar qovşağı burada. Digər qapı bura düşür. Yenə də giriş belə. Bu evimizin mansardı. Hörmətli izləyicilərimiz, gördüyünüz kimi sənəddə çıxarış, torpaq çıxarışı ilə notarial qayıt alqı-satqı olunacaq. 260 min manat. Yerində reallıqda da indirim olacaq. 10 sotda torpağın qiymətinə satılır. Baxın, dəyərləndirin. Əlavə suallarınız olarsa buyurun müraciət edin. Sağ olun, sağlıqla qalın.